Daşıyıcılar üçün video təlimata xoş gəlmisiniz. Bu təlimatda siz ASMT rəqəmsal sistemindən necə istifadə etməyi öyrənəcəksiniz. 1 yanvar 2026-cı ildən etibarən ESMT rəqəmsal sistemi kağız formasında olan ESMT icazələrini və jurnalları logbook əvəz edəcək. Sistemi test etmək üçün eddi.test.oecd.org ünvanına daxil olmalısınız. Düzgün versiyadan istifadə etdiyinizə əmin olmaq üçün səhifənin yuxarısında qırmızı banner görünməlidir. ESMT icazələrin verilməsinə cavabdeh olan qurum sizin üçün hesab açmalıdır. Sizə istifadəçi adı və şifrə olan bir e-poçt göndəriləcək. İlk giriş zamanı sizə PIN kod təqdim olunacaq və bundan sonra şifrənizi dəyişməlisiniz. Əgər bu e-poçtu almamısınızsa, zəhmət olmasa qurumunuzla əlaqə saxlayın. Sistemə daxil olduqdan sonra sol tərəfdə əsas menyunu görəcəksiniz. Workplace bölməsinə daxil olaraq icazələrinizi, yük avtomobillərinizi, qoşquları və komanda hesablarını idarə edə bilərsiniz. Reports bölməsində icazələrin istifadəsi və səfərlər barədə hesabatları görə bilərsiniz. Incidents bölməsi vasitəsilə xidmət təminatçısı ilə əlaqə saxlaya bilərsiniz. My Profile bölməsində şəxsi hesabınızı idarə edə bilərsiniz. Bundan əlavə, Help bölməsində təlimatlar və video dərsliklər mövcuddur. Hesabınızı idarə etmək üçün My Profile bölməsinə keçin. Lazım olduqda şifrənizi dəyişə bilərsiniz. Daşıyıcı meneceri olaraq siz şirkətinizdə digər menecerlər və sürücülər üçün yeni hesablar yarada bilərsiniz. Bunun üçün əsas menyudan Workplace, daha sonra Users bölməsinə keçin. New User düyməsinə klikləyin. E-mail sahəsinə istifadəçinin giriş imkanı olan mövcud e-poçt ünvanı daxil edilməlidir. Bir e-poçt ünvanı yalnız bir hesab üçün istifadə oluna bilər. Password sahəsində müvəqqəti şifrə daxil edin. Role sahəsində Driver, sürücü və ya Manager seçin. Əgər Driver seçsəniz, sürücünün yalnız logbooku görməsi və ya onu doldurmaq hüququnun olub-olmadığını müəyyənləşdirməlisiniz. İstifadəçi yaradıldıqdan sonra Membership info bölməsindən onun məlumatlarına baxa bilərsiniz. Əgər işçi artıq şirkətdə çalışmırsa, istifadəçini deaktiv edə bilərsiniz. Deaktiv edilmiş istifadəçi sonradan yenidən aktivləşdirilə bilər. Sistemdə hesabların tam silinməsi mümkün deyil. İstifadəçi deaktiv edildikdən 12 ay sonra avtomatik silinir. Həmçinin, istifadəçi 12 ay ərzində sistemə daxil olmazsa, hesab avtomatik silinəcək. İstifadəçinin şifrəsini yeniləmək üçün More Actions, Reset Password seçin. Əgər istifadəçi çox sayda uğursuz giriş cəhdi edərsə, hesab bloklana bilər. Bloku açmaq üçün More Actions, Unlock User seçin. Şirkətinizə təyin olunmuş icazələri görmək üçün əsas menyudan Workplace, Licenses bölməsinə keçin. Available, yeni səfər üçün istifadə oluna bilər. In use, hazırda səfərdə istifadə olunur. Cancelled, milli qurum tərəfindən ləğv edilib və istifadə edilə bilməz. Expired, etibarlılıq müddəti bitib. Replaced, ehtiyat siyahıdan verilmiş icazələr. İllik üçün 1, qısa müddətli üçün 3. Müəyyən bir illik icazələrə baxmaq üçün Annual bölməsinə keçin. İcazənin nömrəsi. Nəqliyyat vasitəsi kateqoriyası və status üzrə filtr edə bilərsiniz və ya Search düyməsi ilə bütün siyahını görə bilərsiniz. Info bölməsində View License düyməsi ilə icazəni PDF faylını yükləyə bilərsiniz. Bu sənəd yoxlama zamanı sürücü tərəfindən təqdim olunmalıdır. PDF ağ kağızda çap edilə və ya mobil cihazda saxlanıla bilər. View Last Logbook Printed Document düyməsi ilə logbook sənədini də yükləmək mümkündür. Bu sənəd də yoxlama zamanı təqdim olunmalıdır. Eyni proses qısa müddətli icazələr üçün də keçərlidir. Səfərə başlamazdan əvvəl yük avtomobilləri sistemdə qeydiyyatdan keçirilməlidir. Məlumatları əl ilə və ya Excel vasitəsilə yükləmək mümkündür.
Workplace, Trucks, New Truck bölməsinə keçin. Aşağıdakı məlumatları daxil edin. Dövlət nömrə nişanı, VIN kodu, mülkiyyət növü, icarə və ya leasing müqaviləsi, nəqliyyat vasitəsinin kateqoriyası, Euro 5 və ya Euro 6, qeydiyyat ölkəsi. Standart olaraq ölkəniz seçilir. Məlumatları daxil etdikdən sonra Upload Documents düyməsinə klikləyin. Burada texniki baxış sənədi və uyğunluq sertifikatı yüklənməlidir. Bu sənədlər olmadan avtomobil səfərdə istifadə edilə bilməz. Qeydiyyatdan sonra avtomobilə klikləyərək dəyişikliklər edə bilərsiniz. Edit ilə məlumatları yeniləyin. Upload Documents ilə sənədləri əlavə edin və ya dəyişin. Əgər avtomobil artıq sizin istifadənizdə deyilsə, Truck Inactivation seçərək deaktiv edin. Beləliklə, avtomobil səfərlər üçün siyahıda görünməyəcək. Excel vasitəsilə yükləmək üçün Import bölməsindən şablonu yükləyin. Məlumatları doldurun və faylı sistemə əlavə edin. Deaktiv edilmiş avtomobillər inaktiv bölməsində göstərilir. Aktivləşdirmək üçün Truck Activation düyməsini seçin. Deaktiv edilmiş yük avtomobilləri inaktiv bölməsində göstərilir. Avtomobili aktivləşdirmək üçün onun üzərinə klikləyin və Truck Activation seçimini edin. Qoşqular, trailers, səfərə başlamazdan əvvəl sistemdə qeydiyyatdan keçirilməlidir. Məlumatların yüklənməsi üçün iki üsul mövcuddur: əl ilə və ya Excel vasitəsilə. Əsas menyudan Workplace bölməsinə daxil olun, sonra Trailers üzərinə klikləyin və Add Trailer seçin. Açılan formanı lazımi məlumatlarla doldurun. Dövlət nömrə nişanı, VIN kodu, mülkiyyət növü, icarə müqaviləsi, leasing müqaviləsi, sahibi və ya istifadəçisi. Qeydiyyat ölkəsi. Standart olaraq sizin ölkəniz seçilir. Qoşqu sənədlərinin yüklənməsi məcburi deyil. Əgər sənədləri yükləmək istəyirsinizsə, Upload Documents düyməsinə klikləyin. Burada texniki baxış sənədini və təhlükəsizlik sertifikatını yükləyin. Qoşqu qeydiyyatdan keçdikdən sonra dəyişiklik etmək lazım gələrsə, onun üzərinə klikləyin. Edit düyməsi ilə məlumatları dəyişə bilərsiniz. Əgər hər hansı sənəd çatışmırsa və ya yenilənməlidirsə, Upload Documents bölməsindən əlavə və ya dəyişiklik edin. Əgər qoşqu artıq sizin istifadənizdə deyilsə, Trailer Inactivation seçərək onu deaktiv edin. Bu halda qoşqu heç bir səfər üçün mövcud qoşqular siyahısında görünməyəcək. Məlumatları Excel vasitəsilə də yükləmək mümkündür. Bunun üçün Import bölməsinə daxil olun və şablonu yükləyin. VIN kodunu, dövlət nömrə nişanını, mülkiyyət növünü və qeydiyyat ölkəsini doldurduqdan sonra faylı sistemə yükləyin. Qoşqular sistemə əlavə edildikdən sonra müvafiq sənədlər yüklənməlidir. Deaktiv edilmiş qoşqular inaktiv siyahısında göstərilir. Qoşqunu aktivləşdirmək üçün əvvəlcə onun üzərinə klikləyin, daha sonra Trailer Activation seçin. Yeni səfərə başlamaq üçün Workplace, Annual bölməsinə keçin. Mövcud icazəni seçin, 2 dəfə klikləyin və Logbook bölməsində New Trip düyməsini basın. İcazəni sürücüyə təyin etmək mümkündür, lakin məcburi deyil. Çıxış tarixi, yükləmə yeri və ölkəsi, ümumi çəki,
tonla bir onluq rəqəm. Çıxış zamanı odometr göstəricisi, avtomobil və qoşqu nömrələri, boşaltma yeri və ölkəsi, gəliş tarixi və kilometraj sonradan əlavə edilə bilər. Next və sonra Confirm düyməsinə klikləyin. Səfər yaradıldıqdan sonra yeni Logbook PDF sənədi info bölməsində görünəcək və sürücü bunu özü ilə aparmalıdır. Tranzit bölməsində tranzit nöqtələri, Special Remark bölməsində qeydlər əlavə edə bilərsiniz. Add Steps ilə aralıq boşaltma nöqtələri daxil edilir. Nasazlıq və ya qəza baş verdikdə Change Vehicle seçin və təsdiq edici sənədlə birlikdə bəyanat Statement of Owner yükləyin. Səfər zamanı Change düyməsinə klik edərək gəlişlə bağlı məlumatları, tarixi, boşaltma yerini və ölkəni, həmçinin kilometr göstəricisini dəyişə bilərsiniz. Səfəri bitirdikdən sonra və yeni səfərə başlamazdan əvvəl Finish the Trip düyməsinə klik edin. Bu zaman gəlişlə bağlı bütün məlumatları təsdiqləməlisiniz. Gəliş tarixi, boşaltma yeri, boşaltma ölkəsi, gəliş zamanı kilometr göstəricisi, odometrdə olduğu kimi. Səfər yaradıldıqdan sonra zibil qutusu bin ikonuna klikləməklə ləğv edilə bilər. Nəzərə alın ki, daxil edilmiş məlumatlar nəzarət orqanları üçün elektron jurnalda yenə də görünən qalacaq. Əgər səfər zamanı yükləmə bir neçə ünvanda həyata keçiriləcəksə, yeni səfər yaradılarkən Assembled Goods Yes seçilməlidir. Səfər başladıqdan sonra bu seçimi əlavə etmək mümkün deyil. Yük əlavə etmək üçün Add Steps düyməsinə klik edin. İcazələrin istifadəsi üzrə statistik hesabatlar mövcuddur. Əsas menyuda Reports bölməsinə keçin. License Usage bölməsində hər bir icazə üzrə həyata keçirilmiş bütün səfərləri görə bilərsiniz. Məlumatları görmək istədiyiniz dövrü seçin. Həmçinin müxtəlif filtrlər vasitəsilə məlumatları süzgəcdən keçirə bilərsiniz. Məlumatları vizuallaşdırmaq üçün View Report düyməsinə klik edin. License Status bölməsində təyin olunmuş icazə statuslara görə bölgüsünü görə bilərsiniz. Mövcud, istifadə olunan və s.
License and Trips bölməsində isə icazə istifadəsi üzrə qısa icmalı görmək mümkündür. Hər bir hesabatı Save düyməsinə klikləməklə müxtəlif formatlarda yükləmək mümkündür. Hər hansı sualınız yaranarsa və ya sistemdə xəta, bug ilə qarşılaşarsınızsa, əsas menyuda Incident bölməsinə keçin. Yeni müraciət açmaq üçün Post an Incident düyməsinə klik edin. Incident Type sahəsində müraciətinizin növünü, məzmununu qeyd edin. ETS bu barədə bildiriş alacaq və müraciətinizə reaksiya verəcək. Tez-tez verilən suallara baxmaq üçün əsas menyuda Kömək bölməsinə keçin. Bu bölmədə sistemdə yerinə yetirilə bilən hər bir əməliyyat üzrə qısa videolar mövcuddur.